Salam əziz müəllimlər. Bu gün sizinlə yeni mövzunun izahındayıq. Mövzumuz isə tərbiyəçi müəllimin peşə bacarıqlarıdır. 4 peşə bacarığımız var. Hansılardır? İlk olaraq konstruktiv bacarıqlar. Buna planlaşdırma və layihələndirmə aiddir. Yəni tərbiyəçi materialları əvvəlcədən planlaşdırır, hazırlayır. Gəlin baxaq maddələrə. Təlim-tərbiyə materiallarına qarşıya qoyulmuş strateji məqsədlərə tam uyğun seçmək və sistemləşdirmək. Metodik materialları uşaq bağçasındakı uşaqların və ya məktəbin, yəni məktəbdə şagirdlərin real yaş və idrak imkanlarına uyğunlaşdırmaq. Bu nə deməkdir? Yəni tərbiyəçi müəllim materialları uşaqların yaşına uyğunlaşdırır. Daha sonra gəlir növbəti. Uşaqların daxili adaptasiyasını fərqli situasiyalarda özləri necə aparacaqlarını və proses zamanı yol verilə biləcək potensial səhvləri əvvəlcədən görmək, yəni proqnozlaşdırmaq. Bu nə deməkdir? Bu açar sözdür. Proqnoz açar sözdür. Deməli, planlaşdırma varsa, layihə varsa, proqnoz varsa, yəni ola biləcək səhvlərdir, yanlışlardır, tərbiyəçi əvvəlcədən müəyyən edir və həmişə tərbiyəçinin bir B planı olur. Və sondakı uşağın fərdi inkişaf layihəsini hazırlamaq, yaranmış gözlənilməz vəziyyətin çevik çıxış yolları tapmaq, ümumi iş planlaşdırmaq və maddi bazanı möhkəmləndirmək. Sonra ikincisi gəlir. İkinci peşə bacarığımız isə kommunikativ bacarıqlardır. Bu nə deməkdir? Münasibətlərin nizama salınması. Yəni burada tərbiyəçi uşaqların daxili aləminə yol tapır, onları sevir, uşaqların rəğbətini qazanır. Daha sonra istər valideynlərlə, istərsə də uşaqlarla peşəkar ünsiyyət qurmağa bacarır. Yəni, Lora dildə desək, dil tapmağı bacarır. Sonra gəlir, bir də burada bir maddə var. Böhranlı və ağır vəziyyətlərdə ani müddətdə düşünüb ən düzgün tərbiyə üsulu seçmək. Daha sonra, üçüncü peşə bacarığı isə qnostik bacarıqdır. Bu isə tərbiyəçi müəllimin nəzəriyyəni dərindən bilməsi və onu mənimsəməsi deməkdir. Yəni, istər həmkarını, istərsə özünün iş təcrübəsindən faydalanır, özünə yeniliklər qatır. Sadə üzrə elmi tədqiqat işində aktiv iştirak edir. Yəni, elmi tədqiqatlardır, nəzəriyyələrdir. Bunları dərindən öyrənməyə səy göstərir. Daha sonra psixologiya elminin əsaslarını bilmək və uşağın davranış analizində ondan düzgün istifadə etmək, bir sözlə pedaqoji prosesin nəzəri əsaslarına tam hakim olmalıdır. Qnostik bacarıqlar o deməkdir. Yəni idraki və nəzəri kompetensiyalar. Sonuncu bacarığımız hansıdır? Təşkilatçılıq bacarığı. Bu nədir? Yəni fəaliyyətin idarə edilməsi. Uşaqların yaş xüsusiyyətlərinə tam uyğun olaraq faydalı ictimai işlərə cəlb edə bilmək. Yəni uşaqlara faydalı olacaq işlərə cəlb edirik və uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq. Daha sonra uşaqlar arasında qabiliyyət və bacarıqlara görə ədalətli və düzgün vəzifə bölgüsü aparmaq. Bu nə deməkdir? Bəzi uşaqlar rollu oyunları çox yaxşıdır, bəziləri rəsm çəkməkdə çox gözəl əl qabiliyyətləri var. Bunun üçün də onları vəzifə bölgüsünü aparmaq, düzgün aparmaq lazımdır. Uşaqların boş vaxtlarına günün tələbləri və təlim proqramı səviyyəsini səmərəli təşkil etmək. Bu nə deməkdir? Tərbiyəçi müəllim uşaqların asudə vaxtlarını səmərəli şəkildə keçirməsinə nail olmalıdır. Uşaqların həm fərdi, həm də qrup şəklində fəaliyyətlərinə peşəkarlıqla rəhbərlik etmək. Yəni uşaqlar həm fərdi, həm də qrup şəklində müxtəlif fəaliyyətlərdə iştirak etməlidirlər. Daha sonra tərbiyəçi müəllimin qabiliyyət matrisi. Bu peşə bacarıqları 4 dənə peşə bacarığımız var. Və sonra gəlir isə qabiliyyətlər. Qabiliyyətlər hansı? Qabiliyyətlər 2 yerə bölünür. Aparıcı və köməkçi. Burada sizin üçün konspekt hazırlamışam. Konspekt sayəsində öyrənmək daha asandır. Didaktik qabiliyyət və təşkilatçılıq qabiliyyəti əsas aparıcı qabiliyyətdir. Görək didaktik qabiliyyət nədir? Didaktik tədris materiallarını əyani vasitələri və avadanlıqları düzgün seçmək. Yəni, əyani vasitələr düzgün seçilməlidir. Uşaqların yaşına uyğun seçilməlidir. Yararlı olmalıdır. Başa düşülən şəkildə olmalıdır. Daha sonra gəlir təşkilatçılıq qabiliyyəti. Uşaq kollektivinin vahid məqsəd ətrafında birləşdirmək, prosesi idarə etmək və gün rejimini düzgün qurmaq. Gün rejimi düzgün qurularsa uşaqların adaptasiyası da o qədər də asanlaşır. Perspektiv isə köməkçi qabiliyyətdir. Bu nə deməkdir? Uşağın daxili aləmini tam görməyi bacara bilmək. Onların emosional vəziyyətlərini qiymətləndirə bilmək deməkdir. Sugestiv qabiliyyət nədir? Bu da köməkçidir. Uşaqlara pedaqoji baxımından emosional iradi təsir göstərə bilmək, onları düzgün istiqamətə yönəltmək. Tədqiqatçılıq qabiliyyəti.
baş verən pedaqoji situasiyaları, çətinlikləri və inkişaf prosesləri elmi praktiki cəhətdən dərk etmək və analiz etmək. Sonuncu, elmi idrak qabiliyyətimiz isə müəllimin öz seçdiyi ixtisas və sahə üzrə müasir elmi bilikləri mənimsəməsi və daim yenilənməsi. Yəni müəllim öz sahəsi üzrə daim yeniliklərə açıq olmalıdır, daim öyrənməlidir və öyrətməlidir. Burada isə bizim ödənişsiz WhatsApp qrupumuz var. Burada müəllimlər üçün bir neçə sual atmışdım. Gəlin görək, doğru mu işləyiblər? İlk sualda deyilir, tərbiyəçi müəllim qrupdakı uşaqların fərdi və yaş xüsusiyyətlərini öyrənmək üçün mütəmadi olaraq müşahidələr aparır, onların psixoloji vəziyyətini təhlil edir və yeni metodik ədəbiyyatları araşdırır. Tərbiyəçidə hansı bacarıq daha qabarıq ifadə olunub? Burada doğru cavabımız qnostik bacarıqdır. Niyə? Çünki nə deyir burada? Onların psixoloji vəziyyətini təhlil edir və yeni metodik ədəbiyyatları araşdırır. Ədəbiyyatları araşdırırsa, öz biliyini əlavə bilik qatırsa, bu qnostik bacarıqdır. İkinci sual. Bu qabiliyyət müəllimin öz iradi keyfiyyətləri, nüfuzu və emosional rəftarı sayəsində uşaqlarda güclü inam yaratmaq, onlara psixoloji cəhətdən müsbət təsir etmək bacarığıdır. Söhbət hansı pedaqoji qabiliyyətdən gedir? Burada doğru cavab isə C variantıdır. Yəni təlqin edici. Müəllim, uşaqlar müəllimə baxır və müəllimin keyfiyyətlərini özlərində birləşdirirlər. Özlərini ona oxşadırlar. Cavab sugestivdir. Bayaq burada da izahını verir. Sugestiv uşaqlara pedaqoji baxımdan emosional iradi təsir göstərmək, onlara düzgün istiqamət yönləndirmək. Davam edək. Tərbiyəçi müəllim sabah keçəcəyi məşğələnin məqsədini müəyyənləşdirir, istifadə edəcəyi əyani vasitələri seçir və məşğələnin gedişatını addım-addım planlaşdırır. Müəllim hansı fəaliyyət bacarığını reallaşdırır? Demişdik ki, əgər müəllim əvvəlcədən hazırlaşırsa, dərsin məqsədini əvvəlcədən planlaşdırırsa, bu hansıdır? Bu konstruktiv bacarıqdır. Pedaqoji qabiliyyətlərin təsnifatında aparıcı, yəni əsas pedaqoji qabiliyyətlər cütlüyü müəyyən edin. Demişdik ki, qabiliyyətlər iki yerə bölünür. Aparıcı və köməkçi. Burada da var idi. Aparıcı və köməkçi. Didaktik və təşkilat aparıcıdır. Müəllim uşaqların diqqətini məşğələyə cəlb etməkdə, qrupda nizam-intizam yaratmaqda və uşaqların fəaliyyətini vahid məqsədə yönəltməkdə çətinlik çəkir. Bu vəziyyət müəllimdə hansı qabiliyyətin zəif olmasına xəbər verir? Gəlin baxayın. Bizim burada təşkilatçılıq bacarığımızda nə var idi? Uşaq kollektivin vahid məqsəd ətrafında birləşdirmə, prosesi idarə etmək və gün rejimini düzgün qurmaq. Cavab D variantı. Kommunikativ qabiliyyət deyildi. Kommunikativ nə idi? Bacarıq idi. Ona görə də yanlışdır. Burada isə digər testlərimiz var. Müəllimlər üçün işlədirik. Buraya qədər əziz müəllimlər, istəyirsənizsə bu PDF-i əldə etmək üçün ödənişsiz Telegram kanalımıza keçid edin. Mən bu PDF-i ora atım.